Sən kişi ispat yox desin heç bizdə. Darıxma, bir dənə zona gedim deyəcəm sən neyin yazsan, darıxma. Sana bastırə. Nə danışmışdın bizdən? Nə danışmışdın bizdən? Halal yiyən oğlan idim, bilək götürməzdin, oğurluq pul idi. Cavab çıxadan çörək. Boynun yoğunluğuna bax, utan, utandı. Neyinirsən? Darıxma, bir dənə zona gedim deyəcəm sən neyin yazsan, darıxma. Bunların hamısı sizin torbalarınızdır, amma bunların hamısının sprosunu eləyəsiniz. Ay həkim, o pulu ne götürdün bu? Pul belə oğurluq pulu, ne götürdün? Hə? Kim götürdü be? Kişi də yavrusunuz, bastırə. Yəni olan hadisələri tamamilə danışırsan, boynuna götürürsən ki, bu cinayəti eləmişik. Eləmişim. O başa düşmürəm, elə sözlər danışırsınız yarısını, o çoxunu başa düşmürəm. Mən də kimi ilə götürüb qol çəkmişəm, sonradan abibon deyirlər, ulan nə deyirlər. Tamam. Obşim, o gəlib baxıram ki, heç bir mən verdiyim, o ifadə deyirlər, obşim, heç biri yazılmıyor. Son nəticə, laf son nəticə, pul kimə qaldı, qızıllar nə oldu? Elə son nəticə səhərsi günü idi tutulduq. Səhər, gübəcər tutuldun, pulun axırı nə oldu? Pul bilir. Harada qaldı, kimin evində qaldı? Pul elə orada Bakçılıqda evdə. Kimin evində? O mənim kiraya qaldığım ev. İndi Zajqalka deyirsən, bu tapanca idi, Zajqalka idi. Zajqalka. Oxşuyurdu tapancaya. Hə, oxşuyurdu. Böyle bəs bıçaq? Bıçaq balaca bir bıçaq idi. Yadındadır mı? Bıçaq kimdə olub, Zajqalka kimdə olub? Yox, yadımda dəyildi, içkiliydi. Amma mən vurmuşam bunu. Sizi çəkirdilər, siz yazanda, danışanda. O çəkilişdə nə danışırdınız? O puldan 800 manat götürdüm, getdim evə. O pulda ona görə götürdüm ki, yəni mən bir həkimə qayıtmalıydım. Həkim mənə dedi ki, sən bir də gəl, sarğılar zadda olacaq. 800 manat götürdüm, getdim evə. Axşam idi, əmimlə 2 dənə qörətdən işçi gəldi. Əmim də ondan yandı, mən apardılar qörətdən. Nəyə görə siz razılaşırdınız öz xalanız qızının evinə belə bir silahlı baskın törədilməsinə razılıq verirdiniz, özünüz Mən bilmirdim də belə olacaq. Başa düşürsünüz də, yəqin ki, etiraf edildiniz ki, əməliniz cinayətdir, cinayət törətmişsiniz. Öz xalanız qızının evini, yerini Ruslana göstərməklə əvvəlcədən bilirsiniz ki, onlar bu evə baskın eləmək istəyirlər. Hə, deyib ki, gedib gelmiş evə, amma heç kəsə demədi. Qadına nə rol olub evin yeri məsələsində? Hansı qadın? Nailə. Onun heç bir rolu olmuyor. Yerini desən və yaxud deməsən, evin yeri. Yox, yox.